Kamaloğlu Əliyev sizi Kürdəmir rayonunun Kərrar kənd sağlamlıq mərkəzinin bölmə müdiri olaraq 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə ürəkdən təbrik edirik. Silahlı Qüvvələr Günü xalqımızın qəhrəmanlıq ruhunu, vətənə sonsuz məhəbbətini və dövlətçiliyimizə sadiqliyini əks etdirən ən əlamətdar bayramlardan biridir. Güclü ordu güclü dövlətin əsas dayağıdır və bugün hər bir Azərbaycanlı qalib ordumuzun şanlı tarixi ilə haqlı olaraq fəxr edir. Siz də səhiyyə sayəsində uzun illərdir göstərdiyiniz səmərəli fəaliyyət, insan sağlamlığının qorunmasına verdiyiniz töhfələr, peşəkarlığınız, yüksək məsuliyyət hissiniz və xeyirxah münasibətinizlə cəmiyyətin hörmətini qazanmısınız. İnsanlara göstərdiyiniz diqqət və qayğı, öz peşənizə sədaqət təqdirə layiqdir. Bu əlamətdar gün münasibəti ilə sizə möhkəm can sağlığı, ailə saadəti, məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzulayırıq. Qoy Azərbaycan ordusu daim qüdrətli, yenilməz və qalib olsun. Dövlətimiz daha da güclənsin. Xalqımız əminamanlıq və firavanlıq içində yaşasın. 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə həmçinin bütün hərbi qulluqçularımızı, qazilərimizi, veteranlarımızı təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Bayramımız mübarək olsun.